Salam, hər vaxtınız xeyirli olsun kanalımızın əziz və dəyərli izləyiciləri. Yəni bildiyiniz kimi bir neçə aydır ki, mən istər Instagram, istər YouTube, istər TikTok, yəni heç bir sosial şəbəkəsində video izahlar, davamlı olaraq video izahlar paylaşmırdım. Artıq inşallah növbəti günlərdə, növbəti həftələrdə artıq davamlı olaraq video izahlar paylaşacağam və istədiyiniz sualları artıq buyura bilərsiniz. Və bu videonu çəkməkdən məqsədim ondan ibarətdir ki, yəni bir çoxumuz yazırdı ki, istər videoların rəy bölməsində, istər şəxsidə, WhatsAppda yazırdılar ki, ingilis dil müəlliməsi axtarırdılar. Deməli, bir müəlliməmiz var, ingilis dil müəlliməmiz. Yəni axır ki, şükür olsun, bir çox səylərdən sonra artıq özünə bir TikTok səhifəsi açdı. İndi səhifəyə də yerləşdirəcəm. Yəni video izahını da hətta bu videodan sonra davamlı olaraq axıra qədər baxın. Bir videodan sonra müəllimənin qısa videosunu da paylaşacağam. Yəni TikTokda səhifəyə takib atıb dərslər barəsində məlumat ala bilərsiniz. Həm əyani, həm də onlayn keçirilir. Müəllimə əyani və onlayn dərs keçirir. Yəni müraciət edib özünüz maraqlana bilərsiniz. Hər kəsə salam. Bugün biz sizinlə Day 1, yəni gün 1 ilk dərsimizi müzakirə edəcəyik. Bugünkü mövzumuz an artiklının işlənmə yerləridir. Hər kəsin bildiyi kimi və an artiklları isimlərlə işlənir. Əgər bizim sözümüz samitlə başlayarsa, bu zaman biz artiklından, əgər bizim sözümüz saitlə başlayarsa, bu zaman biz an artiklından istifadə edəcəyik. Və an artiklları müəyyənlik artiklıdır. Yəni bir şeyin var olduğunu bildirir. Ona görə bunlar Azərbaycan dilində bir, yəni one mənasını verir. Gəlin nümunələrə baxaq. Məsələn, book. Book sözü samitlə başlayır. Buna görə biz artiklından istifadə edəcəyik. Apple sözünə baxaq. Apple sözü saitlə başlayır. Ona görə an artiklından istifadə edəcəyik. Bir şey də qeyd edeyim ki, biz bunların samit və yaxud da saitlə başladığını bilmək üçün sözün yazılışına yox, tələffüzünə baxmalıyıq. Çünki elə sözlərimiz var ki, samitlə yazılıb, saitlə tələffüz olunur. Saitlə yazılıb, samitlə tələffüz olunur. Məsələn, Avə sözünə baxaq. Avə sözü samitlə başlayır. Amma tərcümədə avə saitlə deyirsiniz. Ona görə biz əndən istifadə edəcəyik. An artiklıyla. Məsələn, uniform sözünə baxaq. Uniform saitlə başlayır. Amma tələffüzünə baxanda uniform. Yox, biz samit sözündən istifadə edirik. Ona görə artiklından istifadə edəcəyik. Bugünlük bu qədər. Növbəti dərslərimizdən xəbərdar olmaq üçün hesabımızı izləməyi unutmayın.